Alo. Həkimin yanındayım mən. Necə? Həkimin yanındayım. Həkim deyir ki, hamiləsən. Test elədik, testdə də çıxdı. Qan analizində də çıxıb. İnanırsan ki, inana bilmirəm. Nə danışsınız? Doğrudan deyirsən, yoxsa zarafat edirsən? Zarafat eləmirəm, yox. Elə deyirlər. Hamilədir, hamilədir. Qurban olaram, səksizlə nə danışırsınız ki? Ay Allah! Gözümüz aydın. Allah sizin nəsibə qurban olmalı, Allah'a İmanım çat, dilim topuk çat, bilmirəm nə deyəm. Allah Göydə Allah, yerdə Vüsalə doktor. Mən də bir vasitəçi. Qurban olaram sizə, nə danışırsınız siz? Allah akıra qədər, sona qədər eləsin. Sağ salamat qucağına. Amin. Sizə inanılmaz ben yatıq dururuq düzü, o qədər dua eləyirik ki, bu Nəinki mənə, nəinki mənə. Allah doktorumuzun canını sağ eləsin. Allah Taala belə doktorları, savadlı insanları bizim ölkəmizə çox görməsin. Hər zaman da belə doktorlar ucaqlarda, zirvələrdə göz önündə olsun. O deyir, hər zaman yüksəklərdə olana dəyib dolaşmaq istəyirlər. Bu da Vüsalə doktorun gücü. İndi baxsınlar. Zavabı gitmədi zavabı. Qurban olaram sizə, Salih doktorum da əllərindən öpürəm. Ayrıca Can, xala bir təhər oldun sən, otur. var olasın. Sağ ol mənim gözəlim. Ay Allah, senin qurbanların çok içim geldi. Mənə nə danışıyorsun? Eləmələr də nazım verdi. Yoldaşı deyim sana. Bizden gelen ona da dedim. Salam, haradasan? Ha, Allah gəlmişəm bugün. ha, Hamileyim. hayır. Allah haqqı. Ha, var yaxşı. İnanırsan. Ha, var. İnardın. Niyə inanmamışam? Qəşəng, ha, var. Sən eşitir həkim. Allah canını sağ eləsin, çox sağ olsun, var olsunlar. Allah razı olsun, hamısından. Deməli dostlar, biz Vüsalə doktorla çox məsuliyyətli və uzun bir yola çıxmışdıq. Bu yolda inandım ki, nə Vüsalə doktor bizi tək qoyacaq, nə də biz Vüsalə doktor. Düzdür, başımız daşlardan daşa dəydi, kimlər gəldi, başımıza nə oyunlar gəldi, bir çox izləyicilər bilir. Amma biz yenə də öz yaxşılığımızdan, öz qarşımıza qoyduğumuz bu xeyirxah əməldən yan keçməliyik. İndinin özünə qədər də izləyicilərimiz Vüsalə doktordan bizdən soruşurdular ki, bəs Könül xanımın aqibəti necə oldu? Könül xanım kimdir? Vüsalə doktor bu arada mənim həkimimdir və Vüsalə doktorla belə bir qərara gəldik ki, gəl illərlə əziyyət çəkmiş, uşaq həsrət çəkmiş bir xanıma süni mayalanma yolu ilə uşaq bəxş eləsin. Hansı ki, 15 ildən çox uşaq dünyaya gətirə bilməyənlər bizim siyahımıza əlavə olundu. Və onlardan bir xanım seçildi. Onun da adı Könül idi. Könül qalırdı Kürdəmirdə. Biz Vüsalə doktorla ərinmədik. Mindik maşınımıza, çıxdıq da Kürdəmirə qədər getdik istinin çağında. Qapısını döydük, sevindirdik, özü də şok olmuşdu. Yəqin ki, o videoları yerləşdirəcək bura baxacaq. Salam aleyküm, necəsiz? Çox sağ olun. Xoş gördük. Bizim bura gəlmək məqsədimiz ondan ibarət idi ki, Könül xanıma neyini açıqlayaq ki, qalibsizsiz. Sizi seçmişik. Nə yaxşı Teşekkür. Ne kadar sevindim. Ne kadar sevindim, ne kadar dua edildim. Ne kadar dua edildim ki ben seçtim ben. İnancı size diyebilmedim ki ne kadar ihtiyacım var. Utanırdım demeye. Dedim ki yəqin çəkib attım belə. Dedim şimdi ev verib də, dövlət verib də buranı. Dedim yəqin məni seçmədilər də. Baxdılar, dedilər ki yaxşı şəraitdə yaşayır bu. Yəqin məni seçmədilər. Düz dedim ki devlət verib, bizim deyil. İnan Allah ki, deyərəm ki, bu xalçadır, o pərdədir, qohumlar alıb verib. Onun incəliyinə, dərinliyinə gedəmədim. Dedim ki, yəni inanmazlar birdən. Dedim, yəqin məni seçmədilər. Çox pis olmuş. Üstündən 2-3 ay keçdi. Bizim süni mayalanma əməliyyatımız icra olundu Vüsalə doktor tərəfindən. Və ondan sonra görün nələr oldu. Və bu uzun marafondur. Süni mayalanma qısa bir yol deyil. Həm də neçə ilin sonsuzluqları və eyni zamanda
Könlün problemi aynı zamanda könlün problemləri də çox idi. Bu problemləri birər-birər aşmaq lazım idi. İstər uşaqlıq, istər yumurtalıqla bağlı və həmçinin ümumi vəziyyəti ilə də ekstragental deyirik də biz buna digər orqanların da problemləri var idi. Zaman açdıq. Səbr etmək lazımdır. Yəni sonsuzluq işi zaten belədir ki, səbr etmək lazımdır. Birər-birər işlədik. Bu işdə əməyə keçənlərimiz çox oldular. Bizə çox dəstək olanlar da oldular. Həkimlərimiz var ki, yəni mən bu işi tək də eləmirəm. Bizim embrioloqlarımız var. Bəli, hər birə təşəkkürümüzü bildiririk. Təşəkkür edək. Əməyi çox oldu. Medilux ekibinə təşəkkür edək. Medipol klinikasına təşəkkür edək. Hansının əməkləri çox oldular. Bizə təmənnasız etməyimizə onlar dəstək oldular. Onlara da sonsuz təşəkkürlər edirik və sonuncuma əslində əsas nəticəni görəndə insan hər bir çətinliyi unudur. Ona görə də mübarizə aparın axıra qədər və o uğuru görəndə valla mən xəstələrdən daha çox sevinirəm. Çünki o mənim fəxrimdir. Ən azından Allah Teala bir insanın seçir vasitəçi olmaq üçün və insan sevinir ki, o vasitəçi işini bacara bilir. O bacara biləndə o böyük bir fəxrdir. Və mən istəyirəm ki, izləyicilərimə üst tutun, bildirim ki, bu nəticəni bilirəm mənim qədər bir çoxunuz gözləyirdiniz. Bu sonsuzluq problemindən əziyyət çəkən, o baxırıq televiziyalara deyirik, ay bu olmadı, bu. Baxın, Vüsalə doktorun həqiqətən reklama ehtiyacı yoxdur. Mən sadəcə olaraq Vüsalə doktorla bu yola reklam xatirinə deyil də, Vüsalə doktorun peşəsini, savadını Azərbaycana daha çox çatdırmaq və ən əsası da ki, Vüsalə doktoruna belə bir xeyirli əmələ addım atmaq. Çox şükürlər olsun Allahın rızası ilə. Allah Teala bizi nargüman qaytarmadı geriyə. Sevgi ilə, xoşbəxtliklə. Bugün o qədər sevincliyəm. Elə bilirəm ki, özüm hamileyim. Yəni dostlar, qızlar, əgər yanınızda, bu dostlarınızda, nəslinizdə, kökünüzdə, öz bacınızda, qardaşınızda, özünüzdə belə bir problem varsa, sonsuzluqdan əziyyət çəkirsinizsə, düşünmədən, yəni tərəddüd etmədən, inanın səmimiyyətimə, Vüsalə doktora və onun ekibinə etibar edə bilərsiniz. Çox professional bir ekiblə çalışır hər biri. Mən özüm olmuşam onların yanında, görmüşəm ki, necə bir ortamdadılar, hansı şəraitdə, necə bir formada bu əməliyyatlar icra olunur. Düzdür, əməliyyatxanaya girməmişəm, sadəcə kənarda müşahidə eləmişəm, görmüşəm. Doğrudan da bunu sırf ürəkdən sizlərə məsləhət bildirəm. Amma qızlar, and olsun Allaha, tam səmimiyyətimlə. Vüsalə doktor, göydə Allah, yerdə də o. Allah sizi var eləsin doktor. Yaxşı ki, sizi tanıdıq. Bizi bu yolda tək qoymadığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Siz də sağ olun. İnşallah xeyriyyə işləri davamlı olar. İnşallah, inşallah. Bu da bir kim üçünsə nümunə olar. Bəli. Xeyriyyə işində nümunə olmaq çox gözəl bir şeydir.